Yerivan, müqəddəs Mıqırtış kilsəsi. Salam müqəddəs ata. Allah evinə xoş gəlmisən qızım. Danış. Ürəyini aç. Günaha batmışam. Oğurluq eləmişəm. Çox pis. Çox pis. Bu yaxşı əməl deyil. Sən İncilin ən müqəddəs yazılarından birini pozmuşsan. Nə oğurladın? Mahnı? Mahnı? Azərbaycanlılardan oğurladım. Bu günahı yumaq üçün sən üçüncü adamsan ki, bura gəlirsən. Yaxşı, sənin mahnın hansıdır? Məktəb illəri. Adlar yadımda qalmır. Oxu görüm. Dvrosagan dariner, imkan ki kahceram hok dariner, imkan ki kahceram hok dariner, imkan ki kahceram hok dariner. La 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 la. Mən elə bilirdim ki, o bizimdir. Heyif. Allah rəhimlidir. Günahını bağışlayıram. Gedeyim. Get balam, get. Allah köməyin olsun. Dayan. De görüm gələcək planların nədir? Nə? Bəstəkar deyilsən qurban? Demək istəmirsən demə. Özün bilərsən. Hələ axtarıram müqəddəs ata. O vaxtlar bir mahnı var idi. Bilirsən necə xoşuma gəlirdi? Elə gözəl mahnı idi ki, Rəşid oxuyurdu. Rəşid Beybutovun kim olduğunu bilirsən? Yayın ortasında, Ganca çölündə çıkıplar gezmağa duzalalar, duzalalar, la 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 la. Vacce. Pis deyil. Hardan köçürə bilərəm? Yox. Yox qızım, bu mahnıdan əlini üz. Onu sonra Zeynəb oxudu. Sən Zeynəbin səsini eşidəydin. Heç bilirsən onların nə qədər mahnıları var. Biri-birindən gözəl. Hə, yadıma düşdü. Düzü uşaq mahnısıdır. Amma bilirsən nə mahnıdır? Bir qulaq as. Cip, cip, cücələrim, cip, 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 cücələrim, manim qaşan cücələrim, tuğu ipa cücələrim, arzum budir boy atası, anam izzat çatası, ay manim cücələrim, ay manim